Deməli bir şey deyim mən. İzləyirəm. İsraili bugün dəstəkləyənlərin arqumentləri nədir? İran orada yaşayan türklərə türk dilində məktəb aşımağa qoymuş. İranda bizim mədəni hüquqlarımız tanınmış. İranda bizə xər deyilmişlər. Eşşək yəni. Güya dövlət. Təbii ki, bizim bu ifadələri eşidəndə adım dəhşətə gəlir ki, ilahi. Gələ siyasətdə məşğul olmayasan, bu düşüncə ilə yaşayırsansa, el arasında, cəmaət arasında belə bir keçən şaiyə isnad edib, siyasət yürüdəsin. O ayıbdır bir şeydir. Ki, İranda bizə xər deyirlər. Ona görə də biz sevməliyik ki, nə yaxşı şey vurur. Bəzən dostlara sual verirəm bu arqumentləri gətirənlərə ki, yaxşı İsrail işğal eləsə İranı, Amerika sabah gəlib İraqın gününə salsalar İranı da, Azərbaycanda orada yaşayan Güney qardaşlarımızın məktəb olacaq, dillər olacaq, yaxşı yaşayacaqlar. İndikidən yaxşı olacaqsa, təminatınız varsa verin, buyurun. 493-cü ildə də Azərbaycanda dövlət çeviriş edənlərin heç bir bilmirdilər ki, Əbülfəz Elçibəyi qovandan sonra, dağa dırmaşdırandan sonra, onların özünü dağa dırmaşdıracaqlar. Tək dağa yox, soğacaqlar həbsxanalara. Bütün nəsillərini salacaqlar zülmə. Onlar bilmirdilər ki, onu. Demək, siyasətçi deyirlər də. Siyasətçi bir addım atanda mütləq düşünməlidir ki, mən bunun nəticəsində nə əldə edəcəm, qazancım nə olacaq burada mənim? Sən ki, bunu bilmirsən, qeyri-müəyyənliyə, sən nə ixtiyarın var ki, qeyri-müəyyənliyə atasan xalqı. Siyasətçi belə davranmaq haqqı yoxdur, dostlar. Siyasətçinin belə bir haqqı yoxdur ki, arxasında gedən adamları bir qeyri-müəyyənə aparsa. Gəl bunu yıxaq, sonra baxarıq da nə olacaq, belə şey yoxdur, yox. Azərbaycanda rejim dəyişəcəksə, Azərbaycan maliyyəsinin əli ilə hakimiyyətə biz gəlməliyik, Azərbaycan maliyyəsi gəlməlidir. Və hazır proqramdan gəlməliyik. Xalqa deyəcək ki, bacama baxın, biz gəlirik, bula bacarmadı, dağıtdır bölgəni, biz gəlirik, sənə bu həyatı bağışlayacaq, yaradacaq. Yoxsa gəlin ələ verək, bunu yıxaq, sonra baxaq da nə olacaq, orada belə şey yoxdur. Siyasət belə şey qəbulləmir. Əgər sən bugün İranı rejimin güya dəyişdirilməsi adı ilə, baxın ha, sən demə bu Səudiyyədəki rejim o qədər demokratiymiş ki, o qədər yaxşıymış ki, ona görə Trump gedib orada rəqs edir qızlarından, yığmışlar müsəlman qızların Trump'ın qabağında başda saçlarını atıb rəqs edib, ətəli büzülürdülər. Oradakı rejim əla rejimmiş. Sən demə başqa ərəb ölkələrində Qatar olsun, Oman olsun, sonrası fərqi yoxdur. Misir o hamısı. Çünki orada demokratik rejim var imiş. Ona görə İranda demokratik rejim yoxdur deyə bunu yıxırlar. Ayıbdır. Belə şeylər yalanla uydurmayın, yaymayın, danışmayın belə şeyləri. Gürcistan demokratik rejim idi. Saakashvilinin vaxtında. Parçaladılar, torpağını aldılar əlindən. Nə demokratiya, nə diktatura. Bunun nə daxil var? Qərbin nə vecinədir, ay adamlar. Amma bu İngiltərənin nə vecinədir ki, oradakı Azərbaycanlı necə yaşayır? Canın cəhənnəmə, mən neft aldım, neftimi bəvəzdanam. Orada necə yaşdan özün bilərsən. Nə insan hüququ, nə demokratiya. İnsan hüququ və demokratiya bunlara lazım olan təzyiq vasitəsi kimi istifadə etmək üçün məsələn. İlham Əliyevi 4 avqust 2003-cü ildə hakimiyyətə gətirən kim idi? Mən idim, sənin kimidir? Sənlə mənim hərəkətsizliyim nəticəsində onu qəp-qəp soxub başımıza qoydu, bizim başımıza. Niyə? Çünki sənlə mən sustuq. Hakimiyyətimizə sahib çıxmadıq. İndi İsrailə qazandırmaq istəyirlər. Deyir ki, İranda türklərin məktəbi yoxdur. Dostlar, 95-ci ildə Azərbaycan Konstitusiyası müzakirə olunanda yəni göstərdim, özünüz qiymət verin. Əgər burada deyilənlər ki var ha, o Azərbaycan dili xalis, onu müdafiə edənlər var. Yəqin ki, onlar bir 30 ildən, 20 ildən sonra deyəcəklər ki, bizim familiyamızın sonunda olan ov da bizimkidir. Baxın dostlar, rəhmətli Bəxtiyar Vahabzadə o vaxtı çıxış ediyor toplantıda, izah edir orada oturanlar ki, bizim dilimiz türk dilidir, nə Azərbaycan dili. İranda
hakimiyyətdə olan bir rejim var, Fars rejimi. Onlar İranda yaşayan Güney Azərbaycan türklərinə məktəb öz dillərində məktəb açmağa qoymurlar. Sənin burada Quzey Azərbaycanında dilinin adını deməyə qoymurlar. Sən nə yaxşı, onu İsrail çağıracaqsan Azərbaycan bombalasın. Şu sənin təbana. Öl yerə giri, argumenta baxın. Ay ki, bizdə Heydərov imkan vermədi. Oğlu imkan vermir ki, bizim dilimiz türk dili adlansın. Neynə indi? Güdə İsraili çağırır, Amerikanı çağırırkən bombalar bizi.